Sarcalı kəndinin sadəcə olaraq birinci mərhələsinin inşası başa çatdı. Hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra hardasa evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tip məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür, 12 sot. Eyni zamanda ətraf ərazilərə su veriləndən sonra ətraf torpaqlarda da əkin, biçin işləri aparmaq mümkün olacaq. Tərsəng su anbarı və su qovuşan su anbarı bu imkanını bizə yaradacaq. Sadəcə olaraq vaxtı ilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Yaxşı bilirsiniz ki, həm Sərsəng, həm su qovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi ki, o cümlədən Ağdam və bir neçə ətraf rayon suvarma suyu ilə təmin edilsin. İşğal dövründə düşmən suyumuzu da kəsmişdi. İndi biz öz su resurslarımıza da sahib olduq. Xaçınçay su anbarı artıq bərpa edilib və su qovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Hardasa 100.000 hektar bugün suvarılmayan torpağa su gətiriləcək.